Əsrə bərabər 50 il. Bugün Azərbaycan Memarlıq və İnşaat Universiteti özünün şərəfli və tarixi yubileyini qeyd edir. Qeyd edək ki, 50 il ərzində universitet 70 mindən çox məzun yetişdirib və bugün Azərbaycan Memarlıq və İnşaat Universitetində 13 mindən çox tələbə təhsil alır. Bu tədbir bir hesabat tədbiridir. Biz geniş ictimaiyyətə və öz kollektivimizə 50 il ərzində universitetin keçdiyi yol barədə danışacağıq. Əldə etdiyimiz nailiyyətlər barədə və qarşıda duran vəzifələr barədə bəhs edəcəyik. Mən 93-98-ci illər Azərbaycan Memarlıq və İnşaat Universitetinin, o zaman Azərbaycan İnşaat Mühəndisləri İnstitutu adlanırdı, məzunuyam. Memarlıq Fakültəsinin məzunu olmuşam. Bugün artıq çox sevdiyim, universitetimin 50 illiyində iştirak edirəm. Bir dekan kimi Dizayn Fakültəsinin dekanıyam. Bizim universitet memarlıq və inşaat təhsilinin başladığı Azərbaycanda ümumiyyətlə ilk universitetdir və vaxtilə Bakı Dövlət Universiteti yarandıqda əsrin əvvəlində, 20-ci əsrində daha doğrusu, onun nəzdində bir fakültədə adətən fakültə kimi yaranıb, sonra texniki universitet, Politexnik o vaxt Sovet dönəmində adlanırdı, onun tərkibində olmuş. 76-cı ildə artıq sərbəst bir qurum kimi ayrılmışdı. Çox möhtəşəm bir datadır. Azərbaycan Memarlıq və İnşaat Universitetinin Məzunlar Assosiasiyası sədri kimi, eyni zamanda bu universitetin bir məzunu kimi çox böyük qürur hissi ilə bugünkü tədbirdə iştirak etdik. 50 illik yubiley böyük bir tarixdir. Azərbaycan Memarlıq və İnşaat Universiteti minlərlə mütəxəssis yetişdirib, bu günləri Qarabağın bərpasına davamlı iştirak edir. Biz assosiasiya olaraq çalışırıq ki, məzun, universitet və sənayeni birləşdirək, bu platformanı yaradaq. Bizneslə, inşaatın və məzunların, eyni zamanda universitetə təhsil alan tələbələrin birlikdə kollaborasiyasını həyata keçirdək. Biz 2023'ten beri üniversiteyle ortak işbirliği protokolümüz vardır. Hem tələbələrimiz, hem öğretim üyelerimiz, hocalarımız bu işbirliğini beraber sürdürüyorlar. Arzumuz bunun artmasıdır. Hem bölgemizde hem Karadeniz Üniversiteler Birliği'nde. Sevindirici haldır ki, memarlıq və inşaat sahəsindəki alimlərin son illərdə elmi tədqiqatlarının, məqalələrinin sayı artıb. Bu fikirləri Elm və Təhsil Naziri Emin Əmrullayev universitetin 50 illik yubileyi ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı deyib. Təhsilə dövlətin dəstəyinin böyük olduğunu vurğulayan nazir, özəl sektorunda bu əməkdaşlığa cəlb edilməsinin zəruriliyini bildirib. Və yaxşı xəbər ondan ibarətdir ki, biz son 3, 4, 5 ildə əsaslı şəkildə, hətta bəzi illərdə əvvəlki illə müqayisədə bir neçə dəfə daha çox məqalə saylarının artımını görürük Azərbaycan Memarlıq və İnşaat Universitetinin və bu sahədə olan alimlərimizin işində. Bu bizi çox sevindirir, amma dediyim kimi hələ ki, görünən bundan ibarət ki, gedəcəyimiz yol, imkanımız var ki, burada irəliyə doğru biraz da gedək və fokusumuzu həqiqətən də elmi tədqiqatlar edək. Çünki bizdə elmi tədqiqatların keyfiyyəti qalxarsa, tədrisimizin də keyfiyyəti qalxacaq, təhsilimizin də müəyyən mənada tədrisdən onun bir hissəsi qalxacaq. Eyni zamanda da yəqin ki, daha keyfiyyətli məzmun, daha keyfiyyətli tələbələrin və o cümlədən xarici tələbələrin də Azərbaycana gəlişini təmin edə biləcək. Azərbaycan Memarlıq və İnşaat Universiteti bugün yalnız ali təhsil müəssisəsi kimi deyil, həm də Qarabağ və Şərqi Zəngəzurun bərpası, regionların davamlı inkişafı və ölkənin gələcək quruculuq strategiyalarında elmi və intellektual dayaqlardan biri kimi çıxış edir. Universitetin məzunları müasir Azərbaycanın memarlıq simasının yaradılmasında, böyük infrastruktur layihələrinin icrasında və mühəndis qərarlarının verilməsində aparıcı rol oynayırlar.